Qardaş, salam əleykum. Aleyküm salam qardaş. Mən sizin müdürün xalası oğluyam. Özü ilə danışmışam bayaq telefonda. Bir dənə kostyum götürəcəm. Özünə haqq hesab eləyəcəm də sonra. Ha yaxşı, bir dəqiqə gözün gəldim qardaş. Bunu ütüləyin də. O müdür bir nəfər gəlib. Deyir ki, müdürün xalası oğluyam, müdürlə danışmışam. Xalam oğlu? Geç görün. Gəl müdür, gəl. Ne oldu? De, orada dayanıb be. Bax. O da. Hə, mən Salam əleykum. Salam əleykum. Siz müdürün xalası oğlusunuz? Bəli, mən müdürün xalası oğluyam. Özü ilə də danışmışam bura gələndə. Hansı xalası oğlusun müdürün? O, sən tanımarsan. Mən müdürün bütün xalalarını tanıyıram. Sən hansı xalası oğlusun deyib bir dənə mənə. Elə ki, mən Pakidə xalanın oğluyam. Yekə oğlansan, bu boyda boyun puxunu. 129 manatlıq kostyuma görə dəyməzək bu qədər yalan danışmaq. Mən bu boyda obyektin sahibiyəm. Mən Pakizə adlı xalam yoxdur. Hə, elə. Qoy evdən soruşun, bəlkə bibim oğludur. Get evdən soruş soruşun. gəl. Get.